Siz ümumiyyətlə kimsiniz ki, bizi ölkə olaraq aşağılayırsınız? Dərdlər Azərbaycandır, bundan başqa dərdlər yoxdur, ay bədbəxtlər. İsrail başımızı oradan yağdırır, Birləşmiş Ştatlar başımıza buradan yağdırır. Elə Azərbaycana baxırlar, nə vermişsiniz, ala bilmirsiniz bizdən. Səfirliyimizdə terror törədəcək qədər cılızsız, ucuzsuz. Sizə kim ixtiyar verir orada? Mənim rəhbərimi sən müzakirə edirsən, kimsən sən? Nə deyim, haram xoşunuz olsun, buradan humanitar yardım göndərmişik sizə neçənci dəfə, tonlarla, zəhəriniz olsun deyək. Məsciddə donuz saxlanılmasını bilsən kim göz yuma bilər? Özü donuz olanlar bu qədər bəsit. Narkotik plantasiyasına çevirmişdiniz, ay İslam ümməti. Qarabağı narkotik plantasiyasına çevirmişdiniz. Gəncləri bədbəxt eləyən olmuşsunuz da, sonuçda kimsiz ki siz? Əraziniz böyükdür, gəlin çıxın oturun başımızda. Ayaqlarınızı da bir sallayın buradan. Azərbaycanın ərazisi balacadır, amma Qarabağ işğaldan azad eləyəndən sonra sizin yuxunuz ərşə çəkilib də. Reallıqdır da qəbul edin. Deyin ki, qorxuruq. İt kimi qorxuruq özdə deyin. Çünki siz it kimi qorxursunuz. Bakı Respublikası, ölün elə. Necə ki, ölürsünüz, ölün elə. Qeyrəti siğə olanların qeyrətə gəlməsi bir başqa olur ha. Susmayın ha, mumluyun.